demək ayandım qızlar. Tez, mamam dünən Temudan belə ayaqqabılar sifariş veribmiş. Gəlib baxın. Çox da rahat dayanım. O da biraz rəngində qərarsızım, amma nəysə geyindim də dayanaraq. Hə, geyindim, çıxdım. Qaçdım, getdim apteka duran kimi elə. Bacıma iynə almışam. Niyə? Üst-üzə sağlıq qızlar, beli yaman ağrıyır. Əsəbidir biraz. Əsəbləşən kimi sinirdir də, tutur belində. Allah kömək olsun. Biraz bahalı iynədir. Biodex deyodu, nəsə belə bir adı var. Göstərərəm bax, içəridə rahat. Hə, 26 manat neçə qəpik idi. Burada şeydə də, Pioneer'də orada Seymur aptek var ha. Orada endirim edirlər də. 24 manata aldım. Hə, gedim tez vurum iynəni, özünə gəlsin qız daha ölür belinin ağrısından, üstüdə sağlıq. Belə duran kimi necə gəlib, toparlanıb qaçdım. Gördüm ağrıyır. Gəldim dedim ki, yazıqsan. Özü elə tərs xəsiyyəti var. İstəmir eləmək. Qeybət elə arxasında. Belə meyvə banan istəsən, meyvə saatıdır qızlar. Bazı meyvə doğrayıb gətirmişdi, yedilər, qaçdılar. Bu arada təmizlik işləri görülüb. Ye qutar. Çıxdı qızlar, bir dənə mağazada tez bazar işim vardı. Onu həll elədim. Gəldim. Uşaqlar da buradan, bacım falan burada gözləyirdi. Diamond. Bak başladı. O siz şalvardan istəyən var, nə edəcəm? Yaz keçdim. Xəstəsən necə? Özgüvənli. Bir mahnı var, dan, tak, tak, dan, tak, tak, dan. Belə bir mahnı var. Qeybət edən budur. Bu cürə qız qeybət elində. Bətələm onu da deyim. Ya gəlir, bəzi bədəninə uyğun olmayan paltarlar geyinəndə də onu deyirəm ki, Sələ, yaxşı oldu. uşaqlar Sən, dedim axı sənə. olmaz. Gedir qızıl gülü təpikləyir. Yer alması. Yer alması. Sən. Gəl bura arasın. Burada qızlar. Kərvanın bazarıdır. Gəl bura gəl. Kərvan bazarıdır qızlar. Daha Sumqayıt bazarı böyük bir yerdir. Deyəm ki, məni yəni Sumqayıtdan yox, başqa yerlərdə də istəyənlər var. Ona göstərəm, sizə Sumqayıtın da bazarını göstərim. Balıqdır bu tərəf. O baş ətdir. Böyük yerdir burada. Uşaqlarımız elə bu bazara gəlməyənlə keçib. Dəyişdiriblər, çox əvvəl kimi deyil. Get hə, get. Qaç. Bu tərəf ucu belə papaq falan, açıq falan. Ne bileyim, amma əvvəl bura yox idi. Bura sırf yəni qida idi də yəni. Ərzaq. Baxın, üstə. Belə. Baxın, böyük. Başına dönün balamın. Başına dönün balamın. Mənlər üçün deyim, qızlar, Sumqayıtda da Türkmen tekstil var. Türkmen tekstil harda var? Bazarın yanında Ağçiçəyindən üzbəyizdə. Ora Ağçiçəyimdir. Burada Türkmen tekstildir. Dedim, bəlkə kimlərsə bilmir, bilməyənlər üçün deyim. Burada yaxşı pakkavallar, əl üz dəsmalları falan olur da, yorğanlar falan. Yaxşı, get. Gəlib də mənim yolda. Gəl bura. Gəl. Bax, Rasim, burada sosisikalı çörək var. Vereyim sosisikalı çörək. Hot dogdur da o sosisikalı. Əli vurma, əli vurma. Əlivi vurma, olmaz. Yaxşı, səni almıram onda, başqa hamıya alıram. Hot dog aldım qızlar buradan. Aycan. Bildim. Gəlin bura. Bura gəlin, alacağıq. Bura gəlin. Bu yana gəlin.
Bunlar elə 8 uşağı əvəz edirlər. Əl vurmaq olmaz. Gözləyin. Yunis gəlsin, Ayda gəlsin, göstərəsin. Nə soska, nə istəyirsən? Gəlin görüm, gəlin. Gəl hot dogları götürək, bura gəlin. Hala gəldi, bax hala. Nə oldu? Gəl, hot dog aldım elə. Səssiz qalın. Gəl. Gedək, gəlin. Gəlin, gəlin. Bu benim belli təlinə var. Dəsmal da qoyub belinə. Həmişə. Nə oldu? Gel. O tərəfdə var. Gəlmişik qısa Xırdalana. Xırdalanda mağazalara baxar. Biz də burada bunlara baxırıq. Dana güdürük. Gəlin uşaq. Gəl. Yavaş qalx. Burada baxın yol qırağındadır qızlar Xırdalanda ev gemləri falan satılır. Gəl. Deyim mama bura. Mama gel baxır paltarlara, mən isə gözləyirəm. Keçin şeylər var mağazada. Dünən də paylaşmışdım buranı. Böyük ərazisi də böyükdür. Qırağa gəl. Ey, bura gəl. Yüzlərə baxın. Durun. Hər bir şey var, bol qızlar. 4 nəfərlik kebab seti demişik. Hələ dayışı gəlir. Demək burada salatlar var. Burada salatlar da var, mimoza. Burada baxın. 60 manatlıq setdir qızlar, baxın. Hər bir şey var içində. Hələ kartofillər də gələcək. Daddır, hə. Bax. Yeməyi ye, sən aşı ye. Yerviz məlum, biz bu restoranı çox bəyəndik. Ləzzət diyarıdır adı. Demək 4 nəfərlik set sifariş verdik də, qiyməti 60 manat idi. İçərisində 5 dənə lahmacun, çoban salatı, belə salat, sonra çiğ köftə. Qəşəng uca yeyilib, düzdür çoxunu belə. Staliçni, hə? Pidə də gəldi ilk öncə. Hər şey içində əladır, hər şey. 2 dənə də su. Hər vaxtınız xeyir olsun qızlar. Deməkdirəm, gəldik evə. Artıq gördüm ki, şeydir, gecdə dedim qoydu şey aşağı. Uşaqlar da oynayırlar özləri üçün. Yıxılacaqsan ha. Benim. Olsun belə. Yekunlaşdırdıq dünən Sumqayıt gəzintilərimizi, Xırdalan gəzintilərimizi, gəldik evə. Uşaqlar həyatda indi velosiped sürürlər. Səhər durandan əslə işlərimi həll eləmişəm. Nə qədər işlərim vardı, onları gördüm. Yenə bir o qədər işim yenə var evdə. Paltarları təbii ki, neyləmişəm, yuyub sərmişəm o baş-başa. Doludur. Bunlar inşallah ki, yatsıtırıb günorta qalan işlərimi də görməyi düşünürəm. Belə. Yorğunçuluq deyək, üst-üzə sağlıq. Sonra çox gəzmişəm deyəsən. Sabahınız xeyir olsun, qızlar, hər vaxtınız xeyir olsun. Mən özümü bu yandan görürəm deyəni, gözüm hərdən ora sürüşür. Belə, gününüz xeyirli, uğurlu olsun inşallah. Deməli, oyanmışam. Bugün yeni günə, yeni vloga start verirəm. Oyanmışam, uşaqlara qarşı hazırlamışam. Burada
Belə, mən də həmişə kaşanı hazırlayanda çıxıram balkona ki, belə soyudum. Kıvamını ancaq belə sevirlər qızlar. Yəni belə yeyə bilirlər də. Biraz boş və yaxud da biraz qatı qəti sevmirlər. Soyuduram ki, belə soyusun. Bunları yedizdirim. Niyə qaçaq vaxtıya. Axşam qəşəng duş almışam, saçıma baxım eləmişəm. İstəyirəm yüngül belə darıyım da havalı fenlə. İstəmirəm çox yandırım. Çünki saçıma qulluq eləməyə çalışıram ki, saçım uzansın, yanıqlardan arınsın, təmizlənsin. Qəşəng maskalar da edirəm saçıma. Bir gün fürsət olsa mütləq story, yəni burada ən azından vloguma əlavə eləyəcəm də o maskalardan birini istifadə eləyib. Belə işte bugün çalışacağım sizin üçün maraqlı şeylər çəkim vloqa. Sizə də maraqlı olsun. Bugün alışveriş eləməliyəm onsuz da biraz. Ona görə də mənə elə gəlir vlog maraqlı olacaq. Çünki mən mağazalar çəkəndə izləyicilərim çox bəyənir. Biz də gəzmiş oluruq deyirlər. Belə. Bizim pəhriz qrupumuz var, xanımlardan ibarət. Ayda o maykan oradan sapı mənə narahat edir. Nəysə, qrupu var və qrupda danışırıq qızlarla ki, bugün görəsən yağış yağacaq ya yağmayacaq. Pəncərələrimizi silək ya silməyək. İnansız bir qərar qalmışıq. Həqiqətən də bir xəbər yoxdur. Bilmirik ki, silək ya silməyək də. Yağış yağana da oxşuyur, yağmayana da. Amma o qədər gözəldir. Buna baxın. Quşların səsi filan. Belə. Nəysə, gəldim mən pəncərələrimi silməyə saxladım. İşim var da, dediyim kimi işimin arxasına gedəcəm. Amma şeydi, adına dəsmalarımı falan yumuşdum, atmışdım maşına, getmişdim uşaqlara qoyub bağçaya gəldim, sərdim onları. Gedim digər işlərimin arxasında. İnşallah gəlib bir partiyada paltar sərərəm. Alınası şeylərim var. Bunları istəyirəm alım. Belə. Amma bir şeylər atışdırıb getmək istəyirəm. Çünki acam həqiqətən qızlar. Nəsə acımışam. Azlıq saatımı uzatmaq istəyirdim. Amma fikirləşirəm ki, gedib gələnə çox gecə olacaq. Elə yeyim, gedim bir dəfəlik ki, vaxtı da ötürmüş olmayayım da. Elə yeriyəcəm, gəzəcəm onsuz da yanacaq hamısı. Elə bir isti var ki, hava heç yağana falan. Mən də hazırlaşdım belə. Kombin elədim, alışveriş kombini. Arabamı da götürmüşəm. Rahat olsun, ağır olmasın. Gözləyirəm, Astanovkada gəlsin, avtobus minim. Gedim işlərimin arxasınca. Belə dəhşət istidir. Birinci karqom var, onu qaytaracağım. Temunu ən çox sevdiyim şey odur ki, Temuda qaytarma olur. Qonşum vurmuşdu, mənim üçün sağ olsun. Amma şeydim, ölçüsü düzgün gəlmədi, yəni qaytaracağım. Belə, sonra gedəcəm, alışverişimi eləyəcəm. Oy, üzr istəyirəm. Belə, üzüklərim. Əllərim həmişə kimi şişdi. Hər zaman əllərim şiş olur qızlar. Üstünüzə sağlıq. Gəldim qızlar hara? Minisədərəyə, Biləcəri dairəsində yerləşən Minisədərəyə. Keçən dəfə burada danışanda demişdik ki, kaş şirəli bu çayniklərin bəzəksiz ola. İndi hər yerdə qabağıma çıxır qızlar. Amma mən istəmirəm, indi də qəribə bir şeydir. Belə, burada böyüdür, yəni böyük arazisi var. Buradan təmizlik məhsulları alacağım, amma dedim bir qab-qacağa bir nəzər yetirim, görüm nə var, nə yox. Burada belə şirniyyatlar, konfetlər falan da var kilonan qızlar. Maraqlıdır. Buranı artıq neçə dəfə sizin üçün çəkmişəm qızlar. Qiymətləri də azdan çoxdan göstərmişəm. Mən həmişə bundan alırdım və bundan. İndi bir dənə götürmək istəyirəm. Bundan qoyum bura bunu. Bu belə. Sonra görüm nə var burada. Sepet. Ezel, persin. Persinin üstü var burada. Çoxdur. Seksi paylaşmışdım sizin üçün. Minisədərəkdə bax var. Sodekslər. Çox yaxşıdır. Bu yaxşı üstüdür. Bu da hamamda. Düzdür, qoxusu biraz sərtdir, amma çox gözəl təmizləyir. Onu bəyənməsəz elə Asperox mavi güc ən gözəldir. AC də var, çamaşır suyu. Bu da yaxşıdır. Mən günlar şey axtarım. Domestosu günlərin yoxdur deyəsən yenə. Niyə yox deyə o? O elə yaxşıdır. Burada da
Ola bilmirəm nə üçündür. Yəqin şkaf üçün nəsə lazımdır. Belə. Hər şey var da yəni uşum. Qaz piltələrin baxın gözləri, buraları təptəzədir. Stol küncləri uşaqların başı dəyməsin yəni. Trapa yapışdırırsan bunda qızlar. Tükmüş rahat götürürsən. Bu nədir hə? Sensiz. İnşallah YouTube bloklamaz bu videomu. Dediğin güllerin mənlə. Burada xuruşba zamok. Bu üskük deyil nə deyirlər buna. Belə şeylər. Baxın buna bax. Qəşəngdir. Ay Allah, yəni hər şey var da. Bu nədir bilmirəm. Aha bu toka taxırsan, rozetkaya taxırsan ki, uşaqlar barmaqlarını salmasın, elə bir şeydir. Düymələr. Kökə düymələr var burada. Belə qızılı mini düymələr də var. Amma plasmasdır. Bu maşınındır, ət maşını. Dişləri. Sonra buradan bıçaq itiləyən bunlarda gördüm qızlar, amma mən bundan götürdüm. Burada daş vardı, götürmüşəm. Göstərəcəm evə çatanda sizə. Sonra bu çaynikin lüləyinə taxırsan, xəkə qoymur çıxmağa. Bunlar təmizləyən, mikser diş. Aha, beləri var. Nə güzeldir. Baxın, belə bir şey də var. Yoldaşıma belə bir şey lazım idi çantasını yığanda. Hiç görməmişdim. Buranın səliqəyə salmaları bu arada başqa cür olub bu şey. Güllər, dekorlar da var, çox qəşəng. Ümumiyyətlə super yerdir, çox bəyənirəm buranı. Aldıqlarım orada da göstərəcəm evə çatanda sizə. Ancaqlara baxın qızlar, dekorlar. Bunları görəndə öz xanam, hərim yadıma düşür, stəkanlarıma belə şeylər vurmuşdum. Sən verdiyin güllər solub yandı. Geçen güzeldi programı. Şeydi. Süper. Uşaq oyuncaqları yeri deyil qızlar. Burada böyük yerdə. Belə. Yəni yoxdur da bu mağazada hər şey var. Hətta nağıl kitabları belə var. Şimdi burada da kilitlər falan. Baxın. Bu nədir o Allah? Şotkalar. Bunlara baxın, saç üçün. Masa üstü süpürməyə. Hər bir şey var da yəni. Ağlınıza gələ biləcək hər şey var mağazada. Burada belə baxın məhsulları falan da qızlar. Görün. Mary Kay maskarası tapa bilirəm. Rəfiqəm deyir ki, çox yaxşıdır Mary Kay maskarası. Tuşu da yəni. Mən məsəl üçün bu üz yuma gellərini də çox sevirəm qızlar. Qiymət də 2.65, 3 manat, bəzi yerlərdə 4 manata kimi var da. Çox yaxşıdır üz yumağa. Əsas da yağlı dərilərə yaxşıdır. Belə qızlar mən axtarırdım uşaqlar üçün də qollarına taxmağa ki, adı nədir? Ağcı qanadın işləməsinə qarşı mavisini götürürüm. 2 dənə belə mavi götürürüm. Ağcı qanad dişləyəndə vurursan qollarına. Yaxşıdır, götürürəm bunları dişləməsinə. Həyətdə lazım olur. Həyətdə bir olsan dişləyir qollarını ağcı qanad. Belə qızlar qızdırma ölçənlər var. Bunları asırsınız. Yaşıl olur. Bu hissələri yaşıl olursa qızdırması olur onda uşaqların. Çox maraqlıdır. Belə bir şey olduğunu bilmirdim. Maraqlıdır. Qəşəng burloklar var. Burloklar, belə toplar. Qəşəngdir. Nə qəşəngdir, kristal kimi. Kuru boşunları. Baxın. Dedim qızlar, tam stora.
burada baxın, absolut bunlar endirimdədir, amma belə bura qoyublar, elə bilinirsən ki, Protex-də, amma yox, absolutlar endirimdədir. 2 dənə götürdüm. Baxaq görək nə var, nə yox. Mən hamamda düşlər bağçası qoymuşam, deyə bunun ağını qoymuşam. Amma elə də qəşəng özü yaxşı deyildi. Sadəcə qabına görə qoymuşam, xoşuma gəlir. Soymuşam o yazdığı hissəsini. Ağ elə bir ki, elə plasmas adi sabun qabıdır da, elə. Burada dermokil maska varmış, qutarıb. Onlar da yaxşıdır. Ümumiyyətlə, qızlar Garnier'in bu kağız maskalarını çox bəyənirəm. Düzdür, tam storlarda baha olur, Rossmannlarda ucuz olur, 3.50-yə falan. Kosmetik vasitələr satılan mağazalarda ucuz olur. Belə yerlərdə baha olur belə kağız maskalar. Amma yəni çox yaxşıdır da qızlar. Hərdən öz vloguma baxıram ki, o qədər əstirirəm, o yüzden o qədər fırladıram. Heç özüm baxa bilmirəm. Siz necə baxırsınız? Allah sizə səbir versin. Xahişim gedir şeyə, Instagramda necə gəldi çəkirəm oyana boyana. Rahat baxılır, amma YouTube'da adamın gözünü aparır. Doğa. Bunlar təzə çıxıb, ultra çamaşır suyu, yoğun. Qiymət də yaxşıdır ya. Qızlar, demək çıxmışam evdən, gəlmişəm. Əsklə görüşdüyüm, iş görüşməm vardı, onları həll elədim. Buranın xoşum gəlir. Buranın göyərtlər qəşəng oldu, əsva. Bol-bol göyərtlər olur. Hə? Nəyi? Paxlanı, hə. Çətin. Bu da, hə? Artlayıb şeyliksən alırsan. Gəldik Biləcəli bazarına. Tut da çıxıb. Qızlar, Biləcəli tort ləvazimatlarına istəyirəm sizə belə göstərim. Hər bir şey var. Bu arada 300 nömrəli məktəblə üzbəüzdür. Hər bir şey var burada. Helium şarların, hər hərfləri, muncuqlu bu lentlər, lent kimi də belə iplər, sonra kantlar, güllər, keks qəlibləri. Tort bəzəmək üçün cürbəcür güllər var. Gül kurular var. Şokolad qəlibləri var. Baxın, burada belə tort bəzəmək üçün hər şey var. Şarlar, ad günü şarları, tavalar, keks qəlibləri, cürbəcür. Burada da şokolad qəlibləri var, cürbəcür. Belə. Bunlardan xüsusi günlərdə belə kinder falan yapışdırıb yığmaq üçün əla şeylər var. Burada da şarların başqa cürələri var. Burada baxın, kilona şokoladlar var. Marsipandan figurlar var. Uşaqlarına popcorn partlatmışam. Sən Allah bunların günlərinə baxın. Abala, nə olub? Rasim, niyə dağıdırsan Rasim? Geldi. Ama çiçekti o. Baş çekil.